Astroloqların son analizlərinə görə 2026-cı il bir çox bürc üçün dönüş nöqtəsi olacaq. Mətbuat az xəbər verir ki, planetlərin düzülüşü, retro hərəkətləri və xüsusi konünksiyalar bəzi bürclərin həyatına həm böyük şanslar, həm də yeni fürsətlər gətirəcək. Qoç, yeni zirvələr, yeni qələbələr. Marsın güclü təsiri ilə qoçlar 2026-cı ildə karyera baxımından böyük sıçrayış edəcək. Yanvar-mart ayları arasında yeni iş imkanları, maddi gəlir və nüfuz artımı gözlənilir. Aprel ayında riskli layihələrdən uzaq durmaq məsləhətdir. Buğa, stabil gəlir, üstəgəl gözlənilməz sürprizlər. Bu il maddi baxımdan ən stabil dövrü buğalar yaşayacaq. May-iyul ayları arasında sərmayə və əmlakla bağlı uğurlu qərarlar verilə bilər. Sevgi həyatı da ilin sonuna doğru canlanacaq. Əkizlər, parlaq sosial il. 2026 əkizlərə sosial patlama gətirəcək. Yeni tanışlıqlar, əlaqələr və əməkdaşlıqlar qapını döyəcək. Avqust ayında gözlənilməz bir təklif alına bilər. Səyahətlər üçün ən uğurlu ay sentyabr. Xərçəng, emosional yüksəliş və ailə xəbərləri. Bu il xərçənglər üçün ailə, ev və yaxın münasibətlər ön planda olacaq. Fevral və mart ayları ev dəyişmələri, nişan toy planları üçün əlverişli sayılır. Pul ilə bağlı isə payız daha uğurludur. Şir, ulduzlar səni parıldadır. 2026 şirlər üçün həm sevgi, həm də karyera baxımından ən uğurlu illərdən biri olacaq. İlin ortasında böyük bir layihəyə rəhbərlik etmək şansı yaranır. İyun və iyulda romantik sürprizlər mümkündür. Qız, fokus və nəticə vaxtıdır. Saturnun dəstəyi ilə qızlar 2026-cı ildə özlərini tam sübut edəcəklər. Səy göstərilən hər şey nəticə verəcək. Tibbi prosedurlar və özünə qayğı üçün ən uğurlu dövr yaz ayları. Tərəzi, dəyişikliklərin ili. Bu il tərəzilər üçün dəyişiklik və yenilənmə ili olacaq. Yeni iş mühitinə keçid, ev yenilənməsi və ya köç ehtimalı yüksəkdir. Sevgi həyatında isə oktyabr-noyabr enerjisi güclüdür. Əqrəb, sirli şanslar. 2026 əqrəblərə gizli şəkildə uğur gətirəcək. Kənardan sakit görünəcək, amma böyük dönüşlər yaşayacaqlar. İnvestisiya və iş ortaqlıqları üçün mart və noyabr ayları ideal sayılır. Oğatan, böyük uğur ili. Uranın güclü təsiri ilə oğatanlar ən çox şans qazanan bürclər siyahısındadır. Xaric, təhsil, yeni işlər və sərmayə üçün qapılar açılır. İlin ən uğurlu ayı avqust. Oğlaq, hədəflər reallaşır. Planeti Saturnun müsbət təsiri oğlaqları zirvəyə aparacaq. 2026-cı ildə karyera yüksəlişi, yeni status və uzunmüddətli planların gerçəkləşməsi mümkündür. Sevgi həyatı isə sakit və stabil olacaq. Dolça, kreativliyin ili. Bu il dolçalar üçün kreativlik partlayışı olacaq. Layihələr, sosial media, dizayn və fərdi işlərdən gəlir əldə etmək mümkündür. İlin sürprizi, yeni romantik tanışlıq. Balıq, uğurlu dönüş nöqtəsi. Balıqlar 2026-cı ildə həyatlarının ən məhsuldar illərindən birini yaşayacaq. Fevral-may arası maddi artım, payızda isə məhəbbət